Hoş gördük değerli dostlar. Her vaxtınız xeyirli olsun. Kasıbların dostu dayı. Yenə gəlib Xırdalamda sizə. 3 otaqlı, 2 maşınlı həyatı olan evimizi nə edirik? Çəkib təqdim edirik. 1, 2, 3, 4. 4 daş kürsüdədir. Həyətin bir dənə çək qardaş. Bir dənə həyətini çək. Belə bir geniş həyəti var. Kombi xətləri, kombi aparatı, zadı hamısı var. Ev əşyalı satılır. Özəlliyi odur ki, ev əşyalı satılır. Gəlirsən. Bura belə bir mətbəx hissəsi də böyükdür. Həqiqətən də belə bir genişdir mətbəx hissəsi. Bu hissə. Evdə nə görürsə qalacaq. Kondisioner nə qədər, kombisi, zadı, mətbəx mebeli. Burada yataq dəsti də var. 3 otaqlıdır. Yerləşməkdir. Xırdalan şəhəri Xəzinə Palas Şadlıq Sarayının arası 200 metr. Gəl bura. Bura qonaq otağıdır. Bu hissə. Qonaq otağıdır bu hissə. Genişdir. Fikir ver. Genişdir. Belə oradan çək belə. Ay sonra. Gəl. Qardaş, bu qonaq otağıdır. Burada əşyalıdır. Burada divan, stol, yataq dəsti bunlar qalacaq. Bura ayaq yolusu, biraz hamamı genişdir bu da. Burada 2 otaq orta təmirdir. Balaca əl gəzdirmək lazımdır. Şifanerdir, yataq dəsti qalacaq. Düzdür, işlənmişdir, amma yenə də baxmadan alıb kiraya da verə bilərsiniz. Qiyməti münasibdir. Burada bir yataq otağı, 3 otaqlı, Xırdalan şəhərdə, Xəzinə Palas Şadlıq Sarayının yaxınlığında qoşa daşlandı. 3 otaqlı, 2 maşınlı həyatı olan evimizi 59.000 manata. Real alıcı olursa, qiymətdə ev sahibi ilə danışırıq. Qiymətdə, yəni ev sahibi özü deyəcək. Nə qiymət varsa, yəni onu özü deyəcək, aşağı yuxarısı. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun, minnətdarım sizə.